Müasir dövrün ən çox şikayətlərindən biri uşaqlarımız kitab oxumur, onlar sosial şəbəkələrdə zamanı daha çox keçirirlər. Bu əslində uşaqların yox, biz valideynlərin problemidir. Çünki uşaqlar gördükləri ilə böyüyür, eşitdikləri ilə yox. Ona görə biz valideyn olaraq nə qədər çox kitab oxusaq, kitaba maraq göstərsək, övladımızın da kitaba marağı daha çox olacaqdır. Və uşağın kitaba marağını hətta körpə yaşlarından artıra bilərik. İndi satışımızda belə körpələr üçün kitablar vardır. Hansı ki, bu kitablar bizə nə verir? Burada olan şəkillər, rəsmlər rənglidir. Birinci, uşağın rəngli görməsinin formalaşmasında, inkişaf eləməsində rol oynayacaq. İkinci, valideyn bu şəkillər haqqında övladına məlumat verdikcə, həmin uşağın beynində inkişaf prosesi gedəcəkdir. Onlarda ünsiyyət formalaşacaq, yaddaş, diqqət cəmləmə artacaqdır və eyni zamanda valideyn olaraq övladımızla daha çox zaman keçirmiş olacaq. Ona görə əziz valideynlər, əgər uşağınızın kitaba marağının olmasını istəyirsinizsə, ilk növbədə özünüz kitabla daha çox zaman keçirin.